Azərişıq Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb. Məlumatda deyilir: elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədi ilə avqustun 10-da paytaxtda bir sıra transformator məntəqələrində təmir təftiş işləri aparılacaq. Bildirilib ki, Yasamal rayon Enerji Təchizatı və Satış İdarəsinin xidmət ərazisində yerləşən Dadaş Bünyadzadə, Arif Mehdiyev, Mir Mövsüm Nəvvab, Elşən Müslümov küçələrinin bir hissəsində saat 10-dan 13:00-a qədər elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Nərmanov reytinə daxil olan Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin bəzi ərazilərində saat 9:00-dan 12:00-a qədər enerjinin verilişində fasilə olacaq. Sabah Bakıda və Abşeron yarımadasında eyni zamanda bəzi bölgələrdə gözlənilən güclü küləklə bağlı sarı xəbərdarlıq edilir. Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumatda deyilir: avqustun 10-da Bakıda və Abşeronda, eləcə də Naxçıvan, Cəbrayıl, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Qusarda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Küləyin sürəti bəzi yerlərdə saniyədə 13-20 metrə qədər güclənəcək. Nazirlik küləkli havada əhalini son dərəcə ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. Kür çayının Samux rayonundan keçən hissəsində bir nəfər batıb. Hadisə çayın Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini Məsədi qəsəbəsindən 17 yaşlı Gülnaz Məmmədova suda boğulub. Hazırda suda batan şəxsin axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək. İmişli rayonunda bədbəxt hadisə olub. Hadisə Araz çayının Şahverdili və Göbəktala kəndləri ərazisinin keçən hissəsində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Elgün Əsənov çayda çimən zaman boğulub. Faktla bağlı araşdırma aparılır. Əldə etdiyimiz son məlumata görə Elgün Əsənovun meyidi batdığı yerin yaxınlığından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Şəmkirdə bədbəxt hadisə olub. Aşağı Seyfəli kənd sakini 1964-cü il təvəllüdlü Əli Abiyev elektrik cəryanının vurması nəticəsində həyatını itirib. İlkin məlumata görə hadisə o elektrik dirəyində xətti təmir etdiyi zaman baş verib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.